Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bu gün yenə qışa hazırlığım davam edir. Çox dadlı, ləzzətli, içi doldurulmuş gavalı turşusu hazırlayacağam. Turşularım bitmək bilmir. Bilirsiniz, hal-hazırda meyvələrin bol vaxtıdır. Bunu hər kəs edə bilər. Nə edirəm? İlk öncə gavalıları təmiz-təmiz yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Nə götürmüşəm? Kilo yarım bərk gavalı götürdüm. 1 ədəd yer kökü, 1 dəstə cəfəri, 1 dəstə nanə, 3-4 diş sarımsaq. Dediyim bu ərzaqlar 1 kilo yarım gavalının içliyidir. Siz əgər gavalını artırmaq istəsəz, o zaman içliyi də artıra bilərsiniz. Nə edirəm? Yer kökünü rəndənin iri gözündən, sarımsağı isə rəndənin xırda gözündən keçirdirəm. Siz istəsəz ərzaqları xırda-xırda doğraya da bilərsiniz. Bir dəstə cəfərini də xırda-xırda doğrayıram. Səhifəmdə bir neçə növdə gavalı turşusu paylaşım etmişəm, amma bütöv şəkildə. Bu dəfə isə toxumunu çıxarıb içini doldurulmuş formada hazırladım. Göyərtilərimizi də gördüyünüz kimi xırda-xırda doğrayıram. Bir ədəd acı biber də doğrayıram. Və üzərinə 1 yemək qaşığı duz əlavə edib bunları yaxşı-yaxşı qarışdırıram. Artıq içliyimiz hazırdır. Keçirəm gavalının toxumlarını çıxarmağa. Düzdür, biraz əziyyətli işdir, vaxt aparan işdir. Amma çıxarmalıyam, çünki əziyyətsiz bir iş yoxdur. Gavalı bərk olduğu üçün toxumunu da çıxarmaq biraz çətin oldu. Qeyd edim ki, turşuluq meyvə alanda çalışın ki, həmişə bərk meyvə olsun. Çünki nə qədər bərk olarsa, bir o qədər turşu da yaxşı alınır. Bütün gavalların hamısını eyni qayda ilə toxumunu çıxartdım. Toxumlarını hamısını çıxartdım və keçirik içliyi yığmağa. Gördüyünüz formada içliyimizi doldururuq. Çox dadlı bir turşu alınır. Gavallarımızın hamısını eyni qayda ilə doldurdum. Gördüyünüz kimi möhtəşəm görüntüsü oldu. Dadına da söz ola bilməz. Keçirik bankaya yığmağa. Bankaya yığarkən gavalları sıx-sıx yığırıq. Gavalları bankaya yığdım və suyunu hazırlayaram. 1 litrlik bankada su götürmüşəm, qaynanmış ilıq su. Üzərinə 1 stəkan alma sirkəsi, 2 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırıb bankaları əlavə edəcəm.
Suyunu da əlavə etdim və qapaqlarını bərk-bərk bağlayıram. Qeyd edim ki, 3 gün bunu nəzarətdə saxlayın, çünki suyu daşır, qapağı qalxır. Bu normal halda 3 gündən sonra normal hala gəlir və bunu 3 gündən sonra yeyə də bilərsiniz və yaxud qışa da saxlaya bilərsiniz. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.